Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 25 yanvar 2026-cı il OTK tərəfindən keçirilmiş 11-ci siniflər üçün olan buraxılış imtahanından ingilis dili suallarının izahına baxırıq. Əgər bu tipdə testlərin detallı izahını və dəqiq cavablarını bilmək istəyirsinizsə, kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı unutmayın. Hər kəsə əvvəlcədən təşəkkür edirəm. İndi isə sual izahlarına baxaq. Ola bilər ki, sizdə 56-cı sual passive voice olmasın. Bu deməkdir ki, izah etdiyim variantınız uyğun gəlmir, amma suallar eynidir. Yəni kitabçanızdakı sualları izah etdiyim suallarla uyğunlaşdırıb cavabları tapa bilərsiniz. İndi isə izahlara baxaq. Birinci testimiz passive voice testidir. Yəni bilirik ki, bu məhsul növdür. Məlum testləri, məlum cümləni məhsula çevirmək üçün əvvəlcə cümlənin zamanını təyin etməliyik. Are repairing indiki davam edici zamandır. Məhsulda am, is, are, being, appeared olmalıydı. Ona görə A variantında bu düstur yoxdur. B variantında has been verilib. C variantı was repaireddir. D variantında was beingdir, amma cümləmiz are indiki zaman idi. Bu variantda səhvdir. Cavab oldu Y variantı. Z mübtəda sona gedib və cümlədəki tamamlıq cümlənin əvvəlinə gəlib. Zaman isə öz zamanının məhsuluna çevrilib. Birinci cümlədə deyilmişdi ki, onlar təmir etdilər körpünü. Bu isə cümlədə isə deyilir ki, körpü təmir olundu onlar tərəfindən. Ona görə cavab olur Y variantı. 57-ci testimiz adjective adverb testidir. Əvvəlcə yerini təyin etməliyik. Bizdən adjective mi, yoxsa adverb mi soruşulur? Bilirik ki, tədqiqatçı eksperimenti apardı. Eksperimentdən sonra qoyulub nöqtə, yəni xəbərdən sonra qoyulub. Artıq bu cümlədə biz ismi təyin etmirik. Cümləmizin ismi, yəni cümlədə olan tamamlığımız eksperimentdir və biz onu təyin etsəydik, əgər nöqtə onun önündə olmuş olsaydı, biz bura careful seçərdik. Nöqtə ondan sonra olduğu üçün, yəni burada xəbəri təyin etdiyi üçün biz bura zərf seçməliyik və and var. Andin hər iki tərəfinə də eyni sözü seçməliyik. Ona görə hər iki tərəfə zərf seçirik. Cavab olur A variantı carefully, accurately. İndi isə 58-ci testə baxaq. Burada nöqtələrdən sonra gələn ismə baxırıq. Person silent təqsimdə bilirik ki, onu qətiyyən artiklsız buraxmaq olmaz. Ona görə boşluq olanları çıxırıq. Y variantında ən artiklı qoymaq olmaz. Çünki ən artiklı sait səslə başlayan sözə qoyulur. Qalırıq B və C variantlar arasında. İkinci tərəfdə artıq cold mornings verilib. Mornings cəmdə olduğu üçün C variantının ikinci tərəfində cəmdə olan artikla yəni qoyublar deyə yanlışdır. Cavab oldu B variantı. 59-cu testimiz agreement testidir. Burada a number of verilib. Bilirik ki, a number of olur cəm xəbər. Feil burada xəbərdir. Yəni kəsilmək, imtahandan kəsilməkdir. Çoxlu sayda məzun imtahandan kəsildi tənbəlliyinə görə. Burada a number of cəm xəbər olduğu üçün bir doğrudur. İkinci testdə the number of'un xəbəri isə tək olmalıydı. Burada isə are verilib. Bu yanlışdır. Üçüncü testdə of'dan əvvələ baxırıq. Cups cəmdir, were də cəmdir. Ona görə 3 də doğrudur. 4-də isə some problems has yox, have olmalıdır. Yanlışdır. Cavab oldu 1, 3, B variantı. 60-cı testə baxırıq. Burada qayıdış əvəzliyi soruşulur bizdən. Bilirik ki, qayıdış əvəzliyi cümlənin mübtədasına əsasən seçilir. Deyir ki, alimin kişi ya da qadın cinsi olduğunu bilmədiyimiz üçün biz bura həm himself, həm də herself seçə bilərik. Ona görə cavab olur C variantı. Deyir ki, alim bütöv eksperimenti kənar bir kömək olmadan yerinə yetirdi. Cavab oldu C variantı. İndi isə baxırıq 61-ci testin izahına. Burada bizdən zaman soruşulur. Zamanda bilirik ki, əgər cümləmizdə and varsa, hər tərəf eyni zaman olmalıdır. Həm də tərcüməyə baxılıq. Deyir ki, o evə erkən gəldi, saat 5-dən 6-ya kimi istirahət elədi və sonra bütün axşam işlədi. Gördüyünüz kimi, burada zamanların hamısı eyni form olmalıydı. Yəni, A variantı has, amma kənar tərəfi işlədi, keçmiş zaman olmaz. B variantında has was coming işlənməsi üçün bizə konkret bir göstərici lazım idi. Burada isə sadəcə evə erkən gəldi yazılır. Yəni desəydi ki, at 5 o'clockda gəlirdi, ya nəsə belə konkret bir zaman göstəricisi versəydi B-ni seçə bilərdik, amma bu ehtimalda seçmirik. C variantı doğrudur. Evə gəldi, istirahət etdi və işlədi. D variantında isə gördüyünüz kimi gələcək, dincəlib, işləyir. Burada zamanlar hamısı bir-birinə zid verilib. Y variantında isə gəldi, istirahət has rested bitmiş zamandır. Bilirik ki, from till bitmiş zaman göstəricisi deyil. Bunlar da yanlışdır. Cavab oldu C variantı. 62-ci
ikinci testə baxırıq. Bizdən uncountable-dan soruşur. Hər variantda sayılanları çıxsaq, A variantında knife, bıçaq, B variantında cousin, küzən, yəni xala, bibi, əmi uşaqları, C variantında dia, maral, D variantı doğrudur, ev tapşırığı, uğur və qızıl sayılmır. Y variantında isə job, iş sayılır və biz bütün variantlarda sayılanları çıxdıqda artıq uncountable, yəni sayılmayan isimləri tapa bilərik. 63-cü testə baxırıq. Burada bizdən possessive case, yəni yəlik hal soruşulur. Bilirik ki, yəlik halın işlənməsi üçün apostrof s və ondan sonra isim lazımdır. A variantında painting verilib. Görürük ki, cümlədə paintingdən başqa xəbər verilməyib. Demək ki, bu is paintingdir. Bu yəlik hal deyil. B variantında apostrof s-dən sonra got gəldikdə bu has gotdur, yəlik deyil. C variantında let's buy something at the baker's. Baxın, bu artıq yəlikdir. C variantı doğrudur. D variantında child kökündən dəyişən isimdir. Öyle isimlərə bitişik s qoymaq olmaz. Yəni child, children olur. Ona görə də biz o sözlərə bitişik s qoya bilmərik. Y variantında isə apostrof s-in həm əvvəli, həm də sonrası pronoundur. Ona görə bu yanlışdır. C variantında sizi çaşdıra bilən nüansı o ola bilər ki, at the baker's sözündən sonra isim verilməyib, bu sizi çaşdırar. Amma yadınızda saxlayın, məkan, yer bildirən sözlərdə cümlənin həmin sözün önündə əgər söz önü varsa, artıq o gildə ya da shop mənasını verir. Ona görə baxın, burada at the baker's yazılıb. Ona görə C variantı doğrudur. 64-cü testdə definition soruşur bizdən. Hər bir sözün mənasını bilirsinizsə, burada sadəcə bu definitionu oxusaz, yəni sözün açıqlamasını oxusaz, test asanlıqla yazarsınız. Suggest təklif etmək, an idea, bir ideya təklif etmək insanlara, to think about, haqqında düşünmək üçün. Yəni bir ideya təklif edirsən, o da olur. C variantı məsləhət etmək. Apologize, üzr istəmək, refuse, imtina etmək, D variantı provide, təmin etmək, restore etməkdə də, yəni o da təmir etmək. Ona görə cavab olur burada C variantı. 65-ci test bilirik ki, bu quantifiers dərsində bunu tez-tez görürdük. Bunu tapmağın ən asan yolu hər nöqtədən sonraki sözlərə baxmaqdır. 3-cü nöqtəmizdə cəmdə verilən isim verilib. Baxın, bu 1, bu 2, bu da 3. Cəmdə olan isim verilib. Bilirik ki, cəm isimlərinin önünə little olmaz. S ümumiyyətlə isimli işləməz, ona görə A-nı, C-ni və D-ni çıxırıq. İkinci nöqtələrdə də mani verilib, isim verilib. Ona görə B variantında ki, else variantında çıxırıq. Elə cavab olur Y variantı. What else are you going to take with you? Deyir, başqa sən özünlə nə aparmağı düşünürsən? We are going to take some more money and a few suitcases. Biz deyir, özümüzdə biraz pul, biraz daha pul, bir də çamadanları götürəcəyik. İndi isə baxırıq 66-cı testin izahına. Bu modal feil dərsidir. Əvvəlcə modal işləyəndə mütləq bu nüansə diqqət edin. Variantlarda yanlış strukturları çıxın. Yəni mustdan sonra to qoymaq olmaz. Bu bizim birinci qaydamızdır. B variantında o mütləq to ilə işlənir. Görürük ki, yerində to yoxdursa, demək özündə olmalıydı. Bu da yanlışdır. Qalırıq 3 variant arasında. Burada deyir ki, they wait the turn to get a ticket. Onlar bilet almaq üçün öz növbələrini gözləməlidir. Amma biz bilirik ki, əgər cümlədə but varsa ziddiyyət olmalıdır. Yəni bu tərəf təsdiqdirsə, digər tərəf inkar, ya da birinci tərəf inkardırsa, ikinci tərəf təsdiq olmalıdır. Ona görə baxırıq A variantında shouldn't wait yazıbsa, ikinci tərəfə should yazmalıydı. Burada isə have yazılıb, yanlışdır. C variantında had yazılıb, ikinci tərəfdə don't have to yazılıb, yanlışdır. Haddən sonra həm to yazılmalıydı, bu struktura görə də yanlışdır. Cavab oldu D variantı, had to və didn't. Bilir ki, had to yeganə modaldır ki, sual inkar düzəltməz. İndi 67-ci testə baxırıq. Burada tense form soruşulur bizdən. By the time. By the time-dan sonra indiki sayda, keçmiş sayda qoyulur. Ona görə biz əvvəlcə buradakı gələcəyi, C variantındakı bitmişi çıxırıq. İndi isə zaman uzlaşmalarına diqqət edirik. Got keçmiş, had cooked keçmiş, bitmiş, A variantı doğrudur. B variantında got keçmiş, has indiki bitmiş, yanlışdır. D variantında Helen gets, burada doğrudur, amma mother have yox, has olmalıydı. Ona görə bu da yanlışdır. Cavab oldu A variantı. 68-ci testə baxırıq. Burada yenə bizdən sifət soruşulur. Of verilib, bilirik ki, of all of ya da of all hamısı olur. Üstünlük dərəcəsi. Burada isə bir üstünlük dərəcəsi var. O da C variantındadır. Elə artikeldə cümləmizin özündə verilib. This book is the most interesting of all the book I own. Bu mənim sahib olduğum kitabların ən maraqlısıdır. 69-cu testə baxırıq. Ola bilər belə tipli testlər sizi çaşdırsın. Yadınızda saxlayın. Əgər belə uzun tipli testlər, yəni heç bir ipucunu görə bilmirsinizsə, belə tipli testlər daha çox agreement, yəni mübtəda xəbər uzlaşması dərsi olur. Əvvəlcə A-ya baxırıq. Bilirik ki, söz öndən əvvələ baxmalıyıq. Research
search təkdədir, have isə cəmdir, yanlışdır. B variantında police toplu isimdir, özündən sonra have yazılmalı idi, cəm xəbər, bu doğrudur. C variantında there is to see a test, see a test cəm olduğu üçün biz bura is qoya bilmərik. D variantında equipment are yox, is olmalı idi, bu yanlışdır. Y variantında each of'un xəbəri təkdə olmalı idi, burada isə are verilib, yanlışdır. 70-ci testə baxırıq, bizə of verilib, bilirik ki, of varsa biz mütləq və mütləq xəbərə baxmalıyıq. Brings cəm xəbərdir, bilirik ki, all və boss'dan sonra cəm xəbər olmaz. No və every də of'la birləşə bilməz, ona görə cavab olur A variantı. Tərcümədə deyilir ki, each of the players bring his own ball to the match. Oyuncuların hər biri oyuna öz toplarını gətirdilər. 71-ci testə baxaq, make up sentence. İmtahanda bilirsiniz ki, bu bir dənə düşür və sizə bu testi yazmaqda məsləhətim ola bilər ki, bütün variantları baxın, belə yazıb, cümləni bütöv şəkildə qabağına yazasınız. Hamınız böyük ehtimalla cümlə strukturunu bilirsiniz ki, mübtəda xəbər, tamamlıq ardıcıllığı düzülür və mübtəda ilə xəbər uzlaşması olur. Ona görə də yazsaz və birbaşa cümlələrdən düzgün strukturu aydın seçə bilərsiniz. Burada isə cavab baxırıq. A variantında cümlə birbaşa allows, icazə vermək tək xəbərlə başlayıb, belə bir struktur yoxdur. Feillə başlaya bilər, amma onda əmr cümləsi olur və əmr cümlələrində xəbər S qəbul etmir. Ona görə A-nı, B-ni çıxırıq. D variantında from Aza-dan başlayıb cümlə. From Aza, pupils, bura qədər uyğun gəlir. To learn, pupilsdan sonra apostrof S-dən sonra to learn qoyulmamalı idi. D variantı yanlışdır. C variantında deyir ki, literature, ədəbiyyat, allows, icazə verir, readers, oxuculara, to learn, öyrənsinlər, the lessons, dərsləri, from other pupils' mistakes, başqalarının səhvlərindən öyrənsinlər, dərslər öyrənsinlər, deyir ədəbiyyat, daha doğrusu literature-də ədəbiyyat, yəni oxumalı olan kitabları ümumiyyətlə nəzərdə tutur. Ədəbiyyat icazə verir ki, insanlara, oxuculara, onlara digər insanların səhvlərindən dərslər öyrənsinlər. Elə C variantı doğrudur. Y variantında isə mistakes, allows, mistakes cəmdə xəbər də təkdir, ona görə bu da ümumiyyətlə ola bilməz. Cavab oldu C variantı. Olan sualları yazaq. Mətnimiz Halima Aden haqqındadır. Bu xanımın hekayəsi full of determination and courage, cəsarət və qətiyyətlə doludur deyir. O doğulub bir qaçqın ailəsində, qaçqın kampında, Somali ailəsində, Keniyada və sonra ailəsi köçüb United States-ə onun 6 yaşı olanda. Həyat yeni ölkədə çətin oldu və onun willpower, ümidi, iradəsi deməkdir. Onun iradəsi kömək etdi ona parlaq gələcək arzusu və yolunda hər bir addımın öhdəsindən gəlməyə və 2016-cı ildə Həlimə başladı, oldu ilk participants, iştirakçı United States-də gözəllik müsabiqəsində və o həmin müsabiqəyə hicabla çıxdı və bikini bütöv bədən dəniz geyimi ilə çıxdı və onun özgüvəni və eleganslığı, yəni gözəlliyi, öz inamı və gözəlliyi captivate the world, cəlb etdi dünyanı. Sonra o deyir kontrakt imzaladı modellik agentlikləri ilə və onun tarixi başladı deyir. Yəni onun həyatının tarixi yenidən başladı. O oldu ilk hicab geyinən model, hansı ki podiumlarda yeriyirdi və gəzən, yəni podiumlarda gəzən ilk hicablı model idi və o məşhur nüfuzlu jurnalların üz qabığında peyda oldu. Həlimə deyir üzləşdi challenge-lərlə, çətinliklərlə. Lakin bəzi deyir stereotiplər var idi ki, fashion dünyasında ona təzyiq göstərirdi, amma o yenə də öhdəsindən gəlirmiş. Lakin deyir o qaldı, sadiq qaldı dəyərlərinə və proving öz uğurlarını inkişaf etdirdi, öz individuallığını, yəni özünə məxsus geyimini itirmədən, öz inanclarını itirmədən onun uğuru ruhlandırdı. Bu cümləyə diqqət edin, bu sizin açıq sualınızda verilib. Onun uğuru ruhlandırdı gəncləri to dream big, böyük arzulamağa, work hard, çox çalışmağa və never give up their beliefs, öz inamlarından çəkinməməyə. Today Halimə, bugün Həlimə deyir öz səsindən öz fərqliyini və qəbul olunmağını deyir, danışır və o ruhlandırır, onun ruhlandırıcı hekayəsi göstərir ki, ambisiya ilə, sadiqliklə və persistence, qətiyyətliliklə hər kəs bariyerləri aşa bilər və o sübut etdi ki, insanlar nail ola bilər öz arzularına və başqalarına da qapı aça bilər. 72-ci testə baxırıq. Burada bizdən soruşur ki, mətin nə haqqındadır? Burada mətin D variantı haqqındadır.
bariyerləri qıran və insanları ruhlandıran bir xanım haqqındadır. A variantında modellərin üzləşdiyi deyir. Burada bir model danışırdı. B variantı Həlimənin təhsil alarkən Kenyada üzləşdiyi çətinliklər. Xeyr, Həlimə artıq oradan köçmüşdü 6 yaşında. C variantında deyir ki, gözəllik müsabiqələrinin tarixi. Xeyr, tarixindən danışmırdı. Həlimənin lack of willpower, ümidsizliyi, yəni ümid çatışmazlığı. Ona görə Y variantı yanlışdır. 73-cü testdə bizdən soruşur. True variantı seçin, düzü seçin. A variantına deyir ki, ən oldest qadın yarışçıydı. Xeyr, cümlədə belə bir şey yox idi ki, ən oldest, ən yaşlı olan idi. İlk iştirakçı idi ki, hicabla çıxmışdı, amma ən yaşlısı değildi. B variantında deyir ki, Həlimə oldu məşhur model dünyada çətinlik çəkmədən. Xeyr, bu səhvdir, o xeyli çətinlik çəkərək olmuşdu. C variantında deyir ki, o göstərdi ki, powerful motivationla, çox güclü motivasiya ilə və ümidlə karyerasına davam etdi. O C variantı tamamilə doğrudur. D variantında deyir ki, o üstün tutmurdu traditional clothing geyməyi. Bu yanlışdır, çünki traditional clothes onun öz yəni inanclarına, adətlərinə görə geyindiyi həmin hicablı paltarı idi. Onların traditional paltarı sayılır. Ona görə D variantı yanlışdır. Y variantında isə deyir ki, o dayandırdı modelliyi çətinliklə üzləşəndə. Xeyr, dayandırmadı, yenə də davam etdi. 74-cü testə baxırıq. Həlimənin hekayəsi göstərdi ki, A variantında deyir ki, öz mədəni kimliyinə unudaraq onu, yəni ona məhəl qoymamaq tələb olunur uğur üçün. Xeyr, o öz mədəni kimliyindən əl çəkmədən uğurlu oldu. B variantında deyir ki, yalnız gözəllik müsabiqələrində qalib gəlmək uğura qarantidir. Xeyr, bu yanlışdır. C variantında deyir ki, uğur qazanıla bilər öz şəxsi dəyərlərinə, personal values, öz şəxsi dəyərlərinə sadiq qalaraq. Baxın, bunu bu hissədə dəyişə bilərsiniz. Hansı ki hissə dedim ki, bayaq, people to dream, work hard, dream big, work hard and never give up their beliefs, staying true, a personal values. Bu hissəni tamamilə həmin yerə qeyd edə bilərdiniz. Demək ki, və 75-ci testə baxırıq. D variantına da diqqət eləyək. Burada deyir ki, traditional paltarlar uğur qazanmağa maneədir. Xeyr, o maneələri aşa bildi. Və ikinci tərəfdə isə deyir ki, Y variantında isə deyir ki, fashion karyerası həmişə asan olub. Xeyr, bu yanlışdır. 75-ci testdə deyir ki, Həlimə hicab geyinmək və full body swimsuit, dəniz geyimi geyinmək onun karyerasına necə təsir etdi? A variantı, bir də deyir ki, o ilk iştirakçı oldu böyük gözəllik müsabiqəsində. Bəli, bir doğrudur. 2-də deyir ki, wearing these clothes helped her attract attention worldwide. Bəli, baxın, burada demişdi ki, onun özgüvəni və gözəlliyi, baxın, həmin cümlədən sonra görün nə deyir? O deyir, peyda oldu swimsuitdə və bu cəlb elədi dünyanı. Bəli, bu doğrudur. B variantı, yəni ikinci doğrudur. Cavab olur 1, 2, A variantı. Və üçüncü testə baxaq, deyir ki, o səbəb oldu ki, ailəsindən dəstəyi itirsin. Ümumiyyətlə, mətndə belə bir şey yox idi. 4-də isə deyir ki, o onu məcbur etdi ki, fashion model olmaqdan əl çəksin. Xeyr, hətta o geyimdə çıxandan sonra diqqət edin. Baxın, belə tipli suallar sizi çaşdıra bilər. Baxın, o ilk geyinən qadın idi. Hətta görürsüz, prestijli mağazinlərdə çıxmışdı və o bir müqavilə də imzalamışdı. Səhv etmirəmsə, burada bir yerdə var idi ki, tezliklə o bir kontrakt imzaladı məşhur modellik agentliyi ilə. O demək ki, öz karyerasından əl çəkmədi. Tamamilə yanlışdır. 76-cı testdə soruşur ki, bir şəxsdir ki, hansı ki bir yarışda iştirak edir. Bəli, bu participantdır. Bu iştirakçıdır. Qeyd edə bilərsiniz. Və 77-ci testə baxaq. Mətndə ikinci abzasda fascinate sözünün sinonimini soruşur. Bu to captivate sözüdür. Yadınızda saxlayın, bu tipdə sözləri ümumiyyətlə feili yazarkən sonundakı edi silsəz daha yaxşı olar ki, balınız kəsilməsin. 78-ci testdə sinonimləri qeyd etmişəm ki, izahda yazarkən tələsik yazıram deyə səliqəsiz olur. Ona görə gəlin baxaq. Burada nələri dəyişə bilərdik? Bu ikinci abzasın son cümləsində verilən idi. Bayaq da izahda qeyd etmişdim. Dream big, böyük xəyal qurmaq, arzulamaq. Desire ya da set high goals, yüksək məqsədlər qoymaq. Work hard, çox çalışmaq, sinonimini dəyişə bilərsiniz. Do their best, əllərindən gələni etmək ya da make strong efforts, güclü cəhdlər etmək və never give up their beliefs, öz inanclarından əl çəkməmək. Remain faithful to their beliefs və əvvəl də qeyd etdiyim kimi mətnin bir abzasında, bir sualında var idi ki, stay true, personal value. Bu hissəndə bu sözdə dəyişə
bilərsiniz. Hər zaman mətn sözlərini dəyişərkən diqqətli olun, çünki əslində sualların içində o cavabları tapa bilərsiniz. Əgər sizə ideya gəlmirsə, sözün sinonimlərini tapa bilmirsinizsə, mətndən, yəni variantlardakı, suallardakı dəyişikliklərdən yararlana bilərsiniz. Əgər bu dəyişikliklərdən ikisini etmisinizsə tam bal alırsınız, yox sadəcə bir söz dəyişmisinizsə bu zaman yarı bal alırsınız. Doğru sözün yanında yanlış dəyişikliyiniz varsa bu zaman 0 bal ala bilərsiniz. Ona görə bu suallarda çox diqqətli olun. 79-cu sözdə soruşur ki, what should people do to overcome problems they face? Deyir, insanlar problemlərlə üzləşərkən onlar nə etməlidirlər onların öhdəsindən gəlmək üçün? Mətndən də yararlana bilərdiniz, amma eyni cümlələr olmamaq şərti ilə. Məsələn, elə burada dəyişdiklərinizdən də qeyd edə bilərdiniz ki, they should set high goals, they should make strong efforts, çox cəhdlər etməlidirlər, never give up, heç vaxt dayanmamalıydılar və digər öz ideyalarınızı da qeyd edə bilərsiniz. Əgər maraqlı bir esse yazmısınızsa, bu zaman şərhə qeyd edərsiniz, sizə münasib balları qeyd edə bilərik. İndi isə gəlin dinləməni oxuyaq. Dinləmədə mikrofon haqqındadır. Dinləmə mətnini burada qeyd etmişəm ki, sizin üçün işləyərkən hər bir cümləni özünüz gözlərinizlə görəsiniz. The microphone is a device to hear about almost every day. Deyir, mikrofon bizim hər gün eşitdiyimiz bir alətdir. Lakin çox insan onun tarixi haqqında bilir. İlk dəfə the first version of microphones deyir ki, ilk versiyası, mikrofonun ilk versiyası 1800-cü illərdə peyda oldu və 1876-cı ildə Alexander Graham Bell invented telefonu icad etdi və onun səsi zəif və unclear idi. Baxın, buna diqqət edin, zəif və unclear idi və tezliklə Alman ixtiraçısı Emil Berliner ixtira etdi ilk gerçək mikrofonu və o telefonun səsini inkişaf etdirmək üçün onun ixtirası səsi daha louder, daha uca və clear, aydın etdi. It forever changed the way people communicate. Bu deyir, əbədi olaraq insanların ünsiyyət yolunu dəyişdi. Hələ də dəyişikliklər var telefonlarda və at first birinci mikrofon istifadə olunurdu əsasən telefonlarda və onlar icazə verirdilər ki, insanlar danışsınlar uzun məsafələrdən və tezliklə mikrofonlar artıq göründü radioda, teatrlarda, musiqi zallarında. 1920-ci ildə müğənnilər, aktyorlar, public speakerləri artıq olur idi. Hazır artıq istifadə edirdilər mikrofonlardan böyük səhnələrdə, böyük auditoriyalara çıxmaq üçün. Bu gün mikrofonlar hər yerdədir, televizordadır, hətta məktəb tədbirlərindədir, hər yerdədir, hətta space-dədir, yəni kosmosdadır və onun ilk istifadəsindən bəri mikrofon çox böyük şəkildə inkişaf edib bu günə qədər. Telefonlar, artıq mikrofonlar icazə verir insanlara asanlıqla yazsınlar səsləri və paylaşsınlar səsləri hər bir situasiyada. İndi isə 80-ci testə baxırıq. Burada mətnən səsən düzgünü soruşur. A variantında telefon Emil Berliner tərəfindən icad olunmamışdı. B variantında Alexander mikrofonu icad etməmişdi. C variantında mikrofon əsasən məktəblərdə istifadə olunur. Xeyr, hər yerdə telefonlarda, məktəbdə, konsertlərdə hər yerdə istifadə olunur. D variantında mikrofonlar əsasən musiqi konsertləri üçün dizayn olunmuşdu. Xeyr, telefon üçün dizayn olunmuşdu. Y variantı isə doğrudur. Mikrofon daha çox kütləyə səs çatsın deyə yaranmışdı. Ona görə cavab olur Y. 81-ci testdə bizdən soruşur ki, mətn nə haqqındadır? A variantında deyir ki, telefonun ixtirası. Xeyr. B variantında deyir mikrofon dezavantajı. Bu da deyil. C variantı doğrudur. Emil Berliner ixtira etmişdi bunu. Bu tamamilə doğrudur. Mətn mikrofon haqqındaydı və mikrofonu Emil Berliner ixtira etmişdi. D variantında insanlar səhnədə necə ünsiyyət qoyurlar? Y variantında isə müasir texnologiyanın tipləri. Xeyr, mikrofon müasir texnologiya deyildi. 82-ci testə baxırıq. Mikrofonlar əsasən istifadə olunur. Biz burada əsasən harda istifadə olunur onu bilməliyik ya da nə üçün istifadə olunur. A variantında deyir ki, olunurdu. Cümləyə diqqət edin. Teatrlarda, xeyr, bu teatrlarda, konsertlərdə indi, amma əsasən keçmişdə istifadə olunmuşdu ki, səslər daha aydın, daha uca olsun. Ona görə burada cavab olur D variantı. B-də deyir televizorda, C-də deyir ki, radioda, Y-də deyir ki, telefonlarda istifadə olunurdu ki, video paylaşsınlar. Xeyr, D variantı düzdür. Louder and easier. Səslər daha louder olsun. Baxın, bu cümlədə yazıb ki, telefonlarda səs aşağı idi, louder və clear oldu mikrofonlardan sonra. Situation sözünün təyin edən sifət soruşur bizdən. Bu sonuncu cümlədə verilmişdi. Bu whereas sözüydü. Diqqətli olun. Baxın, bu sözdə verilib whereas.
Söz əgər cümlədə sözdə hərf səhv etmisinizsə balınızı kəsə bilər. Gərək ki tamamilə various yazılsın, yəni various. 84-cü testdə bizdən soruşur ki, Aleksandrın yaratdığı ilk telefondakı yanlış şey nə idi? Yəni burada nə pis idi? Çünki burada the sound was weak and unclear olmalıydı. The sound weak, the sound baxın bu hissədə yazılı was weak and unclear. Aydın olmayan idi. Uncleared yazdıq burada. Diqqətli olun, hərf səhviniz olmasın. 85-ci testdə soruşur ki, bizdən by 1920-ci ildən sonra singerlər, aktyorlar, public speakerlər, gəlin o hissəyə baxaq. Baxın, özləri speaker sözünə qədər verib və biz onun ardını tamamlamalıydıq. Were already using microphone around the world. Ən azından were already using microphones on stage sözünü yazmalıydınız ki, tam bal ala biləsiniz. O hissə, baxın, bir daha buradan rəngləyirəm ki, tamamilə bu hissəni yazmalıydınız. Were already using microphones on the stage around the world. Bununla da test izahımızın sonuna çatdıq. İnşallah ki, bütün sualları əsaslı şəkildə izah edə bildik. Kanalımıza abunə olmağı, bəyənməyi, şərh yazmağı unutmayın.